Salam əziz tamaşaçılar. Xalq qəzetinin internet televiziyası Xalq qəzeti TV efirdədir. Bugünkü müsahibim filologiya elmləri doktoru, professor Abid Tahirlidir. Onu da deyim ki, bugünkü verilişimiz Azərbaycan mətbuatının 150 illik yubileyinə həsr olunub. Elə buna görə də Azərbaycan mətbuatının tədqiqatçılarından biri Professor Abid Tahirlini redaksiyamıza dəvət etmişik. Abid müəllim, xoş gəlmişsiniz verilişimizə. Xoş gördük sizi Kəmalə xanım. Təşəkkür edirəm dəvətinizə görə. Fürsətdən istifadə edib böyük bayramın, mətbuat bayramının həsr etdiyiniz bu verilişlə bağlı. Ümumiyyətlə sizin verilişləri mən izləyirəm. Verilişləriniz həm maraqlıdır, həm mövzu baxımından maraqlıdır, həm çox aktualdır. Həm də açığı deyim ki, peşəkardır. Çox səmimi deyirəm. Yəni sizin həmsöhbətlərinizə, müsahiblərinizə ünvanladığınız suallar o qədər səlis, sərbəst. Çox sağ olun. Yəni bunlar söz gəlişi bir ifadələr deyil. Yəni Xalq TV-ni izləyən tamaşaçılar yəqin hamısı bu fikirdədir. Mətbuatın 150 ilə bağlı sizin bu təşəbbüsünüz həqiqətən təqdirə layiqdir. Çünki mətbuatımızla bağlı, mətbuatın araşdırılmasına bağlı, mətbuat xadimlərinin, onların həyatı, irsi ilə bağlı bir çox maraqlı məqamlar var. Üzə çıxarılmayıb, çox hissəsi çıxarılıb. Əlbəttə, bu da tərəzi yoxdur, hansı çıxarılıb, hansı çıxarılmayıb. Amma bir qismi məlum deyil, bir qismi məlumdur. Hər halda bizim mətbuatımızın sərkərdələrinin, sərəflərimizin ruhu şad olacaq. Sizin bu verilişdən sonra heç şübhəsiz ki, bir də bu xələflər üçün də bir dərs ola bilər. Yəni ki, mətbuatın cəmiyyət həyatında yeri, rolu nədən ibarətdir? Bu, hansı bir təkanverici qüvvəyə sahibdir? Doğrudur, indi kommunikasiya, bu sosial şəbəkələr o dərəcədə çoxalıb ki, yəni adamların informasiya götürmək mənbələri həddən artıq çoxdur. Və bəzən də yorulurlar, bəzən də yüklənirlər, mətbuata o qədər fikir vermirlər. Amma bütün bunlarla bərabər nə qədər desələr ki, kağız əsaslı mətbu orqanlar, ya elektron, ya başqa mətbu orqanlar falanlar azalıb, sıradan çıxır. Heç də elə deyil. Mətbuat var, yaşayır. Həm kağız əsaslısı, həm televiziyası, həm internet televiziyası, həm sosial şəbəkələr. İndi baxır, hansı məqamda kimlər hansından necə istifadə edir. Doğrudur. Sizi verilişə dəvət etməmişdən əvvəl sizin qələmə aldıqlarınız əsərlərlə maraqlandım. Kitabların hər biri bir tarixdir. Mətbuatımızın güzgüsüdür. Bütün türklərin tərcümanı, Azərbaycanın mühacirət mətbuatı, Azərbaycan mətbuatının xüsusi önəm daşıması, millətin dili, gücü və güzgüsü. Yəni bunların hər biri tarixdir. Bunların hər biri gələcək nəsillərə çatdırılmalıdır. Mən istəyərdim, siz söhbət açasınız mətbuatın 150 illik yubileyində bir mətbuatın tədqiqatçısı kimi, bu sahənin bilicisi kimi Azərbaycan mətbuatının yazılması, tədqiq olunması sizi qane eləyirmi? Cəmal xanım, çox maraqlı sual verdiniz, amma icazə verin. Bir haşiyə çıxdım. Çünki siz əvvəl bir fikir dediniz, əvvəlki abzasda bir fikir dediniz və mətbuatı tarixlə əlaqələndirdiniz. Bəli. O mən fikrimi başqa bir yerə apardı. Yəni suala cavab verəcəm amma. Doğrudan da mətbuat elə tarixdir. Yəni onun səlnaməsidir. Bax fikir verin, elementar bir fakt deyəcəm. Sovet dövründə bizə SSR tarixindən hekayələr deyirdilər. Oxuyurduq, orta məktəbdə oxuyurduq. Orada deyirdilər ki, Azərbaycan tarixi ərəb, fars, Yunan, Roma, qədim erməni mənbələrdən, istinadən yazılır. Bəzilərinin fərqində olmur bu nə deməkdir. Amma üstündən nələr keçib, o indi rejimin, komünist ideologiyasının bizə qarşı tutduğu mövqeyidir, aydın məsələdir. Amma elə də deyil axı. Azərbaycan tarixini dərindən öyrənmək, Azərbaycan tarixi elə dünən yox sıra gün olmayıb ki, bunu haradasa kimsə örtbasdır eləsin. Nə vaxtsa üzə çıxacaqdır. Amma bir məsələ var ki, siz dediyiniz kimi, mətbuatın inkar etdiyi dövrdən sonraki tarixə baxın. Bax, Əkinçidən sonraki dövrə baxın. Əkinçi çıxandan sonra Azərbaycanın bölgələrində də hansı hadisələr baş verirdi. Hamısı var. Hətta hava necə olacaq, hətta hansı bitkilər əkilir, hansı təsərrüfat sahəsi var, bütün elmi, mədəni tədbirlər hamısı orada vardı. Yəni, bu onun güzgüsü idi. Azərbaycan tarixinin güzgüsü mətbuatda. 1875-ci ildən sonraki tarixi açın, yəni öyrənmək istəyirsinizsə mətbuata nəzər salın. Orada bir ara var. Kəşfül bağlanıldı Şərqi Rusa qədər olan dövrü Həsən bəy Zərdabi adlandırırdı cəmiyyətin qaranlıq bir dövrü.
Yəni 12 ili qaranlıq dövr adlandırırdı. O tarix yazılmayıb, yoxdur, bilmirik. Bilirik indi başqa mənbələrdən, amma əsl tarix mətbuatdadır. Bəli. Ceyhun Hacıbəyli yadıma düşdü bu məqamda. Ceyhun Hacıbəyli bilirsiniz, Azərbaycanın ictimai, siyasi, ədəbi, mədəni həyatında misilsiz, bənzərsiz bir rol oynamış, böyük diplomat olub, publisist olub, tərcüməçi olub, istiqlal aşığı olub, müzahid olub. O Kaspi qəzetində sıx əməkdaşlıq edirdi. Kaspi qəzetinin 10-cu ilindən 1917-ci ilə qədər olan dövrün hər ilin son ayında, Bəli. dekabr ayında həmin ildə Azərbaycanda nələr baş verib? Elm, mədəniyyət, mətbuat, din, hətta hərb, Birinci Dünya müharibəsi dövründə Bəli. nələr baş verib hamısını yazıb bu adam. Yəni bundan ötəri gedib daha başqa mənbələr axtarmaq, araşdırmaq falan eləməyə ehtiyac yoxdur. Ceyhun Hacıbəylinin məqalələrini oxu və 10-cu ildən 17-ci ilə qədər Azərbaycan tarixi orada var. Bax, o siz ki əlaqələndirdiniz, ona görə bu mən misal deyirəm. Bütün ictimai siyasi mühüm Bəli, artıq o orada mətbuatda var. Tam doğru. Salnaməmizdir. O ki qaldı Azərbaycan mətbuatının araşdırılması məsələsi. Bəli. Qənaətbəxşdir, deyildir. İcazə verin mən bir cümlə deyim ki, qənaətbəxş deyildir. Nədir səbəb? Səbəb. Yəni sizi dilləndirən səbəb nədir? Azərbaycan mətbuatı anlayışı adı altında nə başa düşülür? Azərbaycan mətbuatı anlayışı altında təkcə Azərbaycan Respublikasında bugün çıxan nəşrlər nəzərdə tutulmur ki. Düzdürmü? Bəli. Azərbaycan mətbuatı deyəndə Həştərxanda çıxan Azərbaycan dilli mətbuat nəzərdə tutulur. İndi Gürcüstanda çıxan, Borsalıda çıxan, İrəvanda çıxan, Dağıstanda çıxan, Cənubi Azərbaycanda çıxan, mühacirətdə olan mətbu orqanlar nəzərdə tutulur. Bəli. Yəni bunlar hamısı bir yerdə Azərbaycan mətbuatı anlayışını ehtiva edir. Hətta xarici ölkələrdə. Onu deyirəm, bəli, diaspor mətbuatı var bugün. Onlar tam araşdırılıbmı? Tam öyrənilibmi? Tam təhlil olunubmu? Tam dəyərləndirilibmi? Mən bu fikirdə deyiləm. Yox. Amma bu istiqamətdə müəyyən işlər görülüb. Hətta Sovet hakimiyyəti illərində. Doğrudur. Rejim və kommunist ideologiyasından daban-dabana zidd olan məqamlar əlbəttə orada çoxdur. Bizim çox görkəmli tarixçi alimlərimiz olub, mətbuat xadimlərimiz olub. Onlar ara-sıra Azərbaycan mətbuat tarixini yazıblar. Məsələn, Nəriman Zeynalov yazıb, Nazim Axundov və çoxları yazıb Azərbaycan mətbuat tarixinin. Amma bilirsiniz, müəyyən bir çərçivədə yazırlar. Yəni, icazə verilən yerə qədər yazıblar. Bacardıqlarını yazıblar. Abbas Amanov da, Əzir Məhəmmədov da, yəni çoxlu sayda alimlərimiz yazıblar. Yəni, ictimai-siyasi mühitin təsirindən o şəkildə yazılıb. Amma Azərbaycan mətbuat tarixinin öyrənilməsi nə vaxtdan başlayır? Kim ilk təşəbbüsü irəli sürüb? İlk təşəbbüslə bu sahədə çıxış eləyib. Mən deyərdim ki, Həsən bəy Zərdabi özü, əkinçinin fəaliyyəti başlamasıyla bağlı çox gözəl bir... Yəni, bu düzdür. Bütövlükdə mətbuat tarixi demək deyil, amma mətbuatın, deyək ki, milli mətbuatın qaranquşu sayılan əkinçinin necə yaranması haqqında Həsən bəy Zərdabinin düşüncələridir. Ondan sonra kim yazıb? Ceyhun Hacıbəyli. Ceyhun Hacıbəyli Azərbaycan mətbuat tarixi haqqında ilk dəfə elmi əsər yazıb. Və bunu Milli Elmlər Akademiyasının əməkdaşı Mənzər İbrahimova üzə çıxardıb, Maladöj Azərbaycan qəzetində də dərc etdirib. Düzdür, ona qədər əsər əl-yazma halında olub, amma Mənzər xanım həmin əsəri Maladöj Azərbaycan qəzetinin 2 nömrəsində dərc etdirib. İndi burada bunun səviyyəsi, peşəkarlığı və s. elmiliyi barədə fikirlər yürütmək yersizdir. Çünki ilk təşəbbüslərdən biri idi. Ceyhun Hacıbəylidən sonra ilk elmi əsəri, mətbuat tariximiz haqqında ilk elmi əsəri 1922-ci ildə Mirzə Bala Məhəmmədzadə yazıb. Azərbaycan mətbuatı adlı bir kitab var onun, orada yazıb. Sonraki illərdə Sovet dövründə də bilirsiniz ki, bizim mətbuatımız haqqında müəyyən tarix haqqında araşdırmalar olub. Müstəqillik illərində artıq Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra artıq bu sahədə işlər sistemli, ardıcıl və sinifi münasibətdən kənar, yəni milli mətbuatşünaslıq prizmasından araşdırılmağa başlayıb. Bu baxımdan deyirəm ki, əgər biz Azərbaycan mətbuatının araşdırılması bizi qane edirmi sualı deyəndə gərək o cavabı belə verək. Cənubi Azərbaycan mətbuatı tam araşdırılıbmı? Mühacirət mətbuatı tam araşdırılıbmı? Diaspor mətbuatı tam araşdırılıbmı? Bugün Gürcüstanın, Ermənistanın, Rusiyanın tərkibində olan
qədim əzəli Azərbaycan torpaqlarında nəşr olunan mətbu orqanlar araşdırılıbmı? Görürsünüz, çoxlu suallar çıxır. Məsələn, buradan bura Dağıstanda Azərbaycan dilli mətbu orqanlar çıxıb araşdırılıbmı? Bəli. Ona görə o suala biraz mən ehtiyatla cavab verdim. Mən qənaətbəxş hesab etmirəm. Amma ümid edirəm ki, bu məsələ öz həllini tapacaq. Çünki iş o istiqamətdədir və gənclərin də buna böyük həvəsi, marağı var. Habib müəllim, amma dediniz ki, ən doğru, düzgün elə cavabı və anlaşmanı Həsən bəy Zərdabinin özü qoyub, bu özülü əsası. Bəli. Yəni, əkinçi ilə Həsən bəy Zərdabi doğrudan da zamanın nəbzini tutubdu. Bəli. Və onu mətbuatda bu günümüzə qədər yaşadıbdır. Sizin, mən qələmə aldığınız kitablara baxıram. Misal üçün, belə bir kitabınız var, Bütün Türklərin Tərcümanı. Bu kitab sizin işarə vurduğunuz bütün türlərin tərcümanı kitabı. Bəli. Qoy heç kim inciməsin və heç kimin xidmətlərinə də, nəyin xidmətlərinə də kölgə salmıram. Türkçülüyün bir növrəsini, bəli, İsmail Qaspiralı qoyub. Amma sonradan Əhməd Bəyoğlu, Ziya Göyalp, ondan əvvəl Əfqani bu istiqamətdə çox böyük işlər görüblər, yazıblar və onu bir ideologiya səviyyəsinə qaldırıblar. Evet. Amma indi fikir verin, o qədər də aktualdır ki, İsmail Qaspiralı. İsmail Qaspiralı nə deyirdi? Deyirdi ki, fikirdə, dildə və əməldə birlik. Evet. Bu, indi cənab prezident ki, ideya atıb və o artıq o ideya irəliləyir. Deyiblər, əvvəl söz, sonra əməl. Evet. Ki, Türk birliyi ideyası. Evet. Bu, dövlətlər arasında, Türk dövlətlər arasında birlik əslində Qaspiralı 19-cu əsrdə tək başına bu təşəbbüsü atıb ortaya və bir qədər də irəlilədi. Onun nəşr etdiyi tərcüman qəzeti Bağçasarayda da, Ufada da, Kazanda da, Səmərqətdə də, Bakıda da, Ordubadda da, İrəvanda da, Qəbələdə də oxunurdu və anlaşılırdı. Yəni, o ortaq bir dil tapmışdı artıq. Yenə də mətbuat tarixi, o dövrün mətbuatı, bütün o dövrdə baş verən hadisələri görürsünüz, günümüzün reallığı kimi gətirib ortaya qoyubdur. Bəli. Yəni, siz bütün türklərin tərcümanı, belə bir əsəri yazmaq üçün sizin əlinizdə istərsiniz arxiv materialları olmalıydı, yəni istinadlar olmalıydı və mənə elə gəlir ki, buna da nail olmuşsunuz. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının çox böyük dostu, çox istedadlı alim, hələ Sovet hakimiyyəti illərində, 80-ci illərdən Azərbaycana gəlib gedən professor Əli Yavuz Akpinar Türkiyədə Qaspiralının təbliği üçün çox böyük işlər görüb. Onun külliyyatını buraxıbdı, tərcüman qəzetini buraxıb, kitab şəklində mətnini buraxıb və o mənim əlimə keçdi. Onunla tanış olanda gördüm ki, mən ümumiyyətlə Azərbaycan mətbuatı istiqamətində işləyirdim. Gördüm ki, bizim İsmail bəy Qaspiralı həm ruhən, həm mənən, həm də elə şəxsən Azərbaycana çox bağlı olub. Dəfələrlə Azərbaycan səfər eləyib. Bilirsiniz ki, qızı da Şəfiqə xanım da Nəsib bəy Yusuf bəyliyin həyat yoldaşıdır. Yəni, əlaqələri çox olub. Eyni zamanda Azərbaycan mətbuatının aşıqı olub. Azərbaycan mətbuatını diqqətlə izləyib, ona dəyər verib, onu oxuyub və münasibətini bildirib. O baxımdan da o mənim diqqətimi çəkdi. Yəni, Azərbaycan tarixinin 20-ci əsrinin ilk 20 illərində elə bir ziyalı tapma olmaz ki, tanınmışlardan gelir söhbət, Qaspiralı haqqında söz deməsin. 1926-cı ilin birinci Türkoloji qurultayı, mən elə belə misal seçmədim. Bəli, onda İsmail Qaspiralı yaşamırdı. Amma o qurultayda iştirak edənlər məhz İsmail Qaspiralının türkçülüyü ideologiya səviyyəsinə qaldırmağı, bax orada o qurultayda sanki bir tezis idi, sanki bir əsas axına idi, xətti. Heç şübhəsiz, əlbəttə. Ona görə də heç də təsadüfi deyil ki, Türkoloji qurultayının bütün nümayəndələri, fəalları sonra rejim tərəfindən məhv olundu. Repressiya oldu. Repressiya olundu, təqib olundu, qaçdı. Məsələn, orada çox məşhur bir professor olub, təşkilatçılardan biri Əfəndizadə. İndi heç kim bilmir, haradadır, nə olub, sonra hara getdi. Cavan bir gənc professor idi. Türkologiya ilə bağlı çox araşdırmaları olub onun. Biri deyir İzmirdə avtomobil qəzasında həlak olub, biri deyir İstanbula getdi. Amma səsi sorağı yoxdur, getdi. Yəni pərən-pərən oldu. Türkoloji qurultay ancaq tarixdə siz deyən kimi o ideologiyanı, türkologiyanın inkişafına bağlı müəyyən ideyalar atdı ortaya. Perspektivin strategiyası müəyyənləşdirdi. Amma sonradan o təhlükəni Sovet rejimi gördü və onları pərən-pərən saldı. O qaymaqları hamısını yığdı bir yerə, tanıdı
və sonra qərarı alındı ki, onlar məhv olmalıdır. Olunmalı və məhv elədilər. Bəli. Abid müəllim, sizin əsərlərinizin içərisində Azərbaycan mühacirət mətbuatı 1921-1991-ci illər bu kitab xüsusi olaraq mənim diqqətimi cəlb elədi. Mən deyərdim ki, Azərbaycan mətbuatının elə bir qolu mühacirət mətbuatıdır. Niyə görə belə bir mövzuya müraciət elədiniz? Ümumiyyətlə, mühacirət mətbuatının yazmağınız, tədqiq etməyiniz və bu nə ilə bağlı oldu? Çox maraqlı sualdır, çox maraqlı da tarixçəsi var. Bakı Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra müxtəlif qəzetlərlə əməkdaşlıq etdim, amma 1983-cü ildən xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyəti vardı. Orada yarım ştat Vətən Səsi adlı bir qəzet buraxılırdı. Xaricdə yaşayan həmvətənlər üçün. Yəni həmvətənlər şöbəsinin bir qəzeti idi o. Azərbaycanda daxildə yayılmırdı, xaricdəki həmvətənlərə göndərilirdi. Mən də orada yarım ştat korrektor vəzifəsində başladım işləməyə. Qəzetin adı və missiyası mənim çox xoşuma gəldi, açığı. Sonradan gördüm ki, mətbuatın həmin qəzetdə gedən materiallar qənaətbəxş deyil. Yəni, nə mənada qənaətbəxş? Bunu Elçin müəllim, bizim xalq yazıçımız Elçin müəllim, sonralar Vətən Cəmiyyəti təsis olunanda rəhmətli Ramiz Əsgər vardı, həmin qəzetin baş redaktoru. Onunla məni bir dəvət eləmişdi və o da o fikri demişdi ki, bu qəzet sanki sağıcı, çoban, sonra tütüncü, pambıqçı qəzetidir. Yəni, qəzeti açırsan, yapıncalı bir çoban, o bir səhifəsində pambıq yığır, o bir səhifəsində filan. Onlar pis deyil, onlar bizim qəhrəmanlarımızdır, olsunlar. Amma Azərbaycan xalqının sərkərdələri olmayıbmı? Elm xadimləri olmayıbmı? Milli mənəvi dəyərləri olmayıbmı? Bunlar bu mətbu orqanda öz əksini tapmır. Yəni, milli qəzet deyildi. Bir müddət sonra ki, Vətən Cəmiyyəti təsis olundu və o qəzeti verdilər Vətən Cəmiyyətinə. Vətən Cəmiyyətinə veriləndən sonra artıq bu qəzet həqiqətən də bir milli qəzetə çevrildi. O vaxta kimi xaricdə yaşayan Azərbaycanlarla, həmvətənlərlə, soydaşlarımızla müxtəlif vasitələrlə, telefonla, məktubla əlaqə saxlayırdıq, əməkdaşlıq edirdik. Bir dəfə Ceyhun Hacıbəylinin, Üzeyir Hacıbəyovun kiçik qardaşı, Ceyhun Hacıbəylinin oğlu Timurçin Hacıbəylidən bir məktub daxil oldu bizə. Məktubu oxudum. Yazır ki, atam Ceyhun Hacıbəyli 20-ci əsrin ilk 20 il ərzində Azərbaycanda tanınmış jurnalistlərdən biri olub, naşirlərdən biri olub hətta. Yəni, 3 qəzetin redaktoru olub. İttihad, İzvestiya, Azərbaycan Xalq Cəmiyyəti dövründə Azərbaycan qəzetinin redaktorlarından biri olubdu. Və Ceyhun Dağıstanı imzası ilə məqalələr dərc etdiribdi. Məni maraq bürüdü. Və mən Milli Arxiv İdarəsinə getdim. Orada Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Kaspi qəzetini başladım izləməyə. Sonra adi məsələ arxivdə, Əlyazmalar İnstitutunda, başqa arxivlərdə bu istiqamətdə araşdırmalar apardım və gördüm ki, həqiqətən də Kaspi qəzetində demək olar ki, hər nömrədə Dağıstanı imzası ilə yazılar gedir. Sonra başladım, imzalar kitabı var. Böyük Sahnaməsi deyirlər. Qulam Məmmədlinin imzalar kitabını açdım, baxdım. Yazıb burada C. Dağıstanı Cəmaləddin Məmmədzadə. Uyğunsuzluq var. Qulam Məmmədli deyir ki, Dağıstanı imzası Cəmaləddin Məmmadzadəyə aiddir. Ceyhun Hacıbəylinin oğlu Timurçin Hacıbəyli də yazır ki, atam Dağıstanı imzası ilə məqalələr dərc etdirir. Mən başladım bu dəfə Cəmaləddin Məmmadzadəni araşdırmağa. Məlum oldu ki, bu İstanbulda təhsil almış, əslən Dağıstanlı Azərbaycanlılardandır və sırf proletar müxbir olub. Hətta o vəfat eləyəndə yazıblar ki, o proletar kimi dünyaya gəldi, proletar kimi də getdi. Yəni, lüt gəldi, lüt də getdi. Və 1908-ci ildə dərc olunan bir nekroloqda Cəmaləddin Məmmədzadənin vəfat etdiyi göstərilir. Amma 1908-ci ildən sonraki dövrlərdə ta 17-ci ilə qədər Dağıstan imzası davam edir axı. Mən başladım təzədən o istiqamətdəki Ceyhun Hacı, o Dağıstanı daha kimi mənsub olub. 17-ci ildə Ceyhun Hacıbəylinin Weinbergə, Kaspi qəzetinin baş redaktoruna bir məktubu var. Yazır ki, cənab Weinberg, mən sizinlə əməkdaşlığa son qoyuram.
Xahiş edirəm, bu barədə oxucularınıza məlumat verəsiniz. Möhtəzədə Cı Dağıstanı. Məlum olur ki, Teymurcan Hacıbəyli Cı Dağıstanı deyəndə elə öz atasını nəzərdə tutub. Mən artıq o vaxta kimi Ceyhun Hacıbəylinin təkcə Kaspı qəzetində 250-yə yaxın məqaləsinin siyasını çıxartmışdım. Təkcə Kaspı qəzetində. Amma o Progresdə, Tərəqqidə, İrşadda, İqbalda çoxlu sayda məqalələri, felyetonları falanlar vardı. Yəni, bu məndə o qədər böyük maraq oyatdı ki, bu mühacirət mətbuatı artıq mənim üçün maraq dairəsinə çevrildi və mən oradan başladım Azərbaycan mühacirət mətbuatını araşdırmağa. Nəticədə 2 kitab ərsəyə gəldi. İlk dəfə Azərbaycan mühacirət mətbuatı haqqında ilk dəfə 1-ci və 2-ci hissədən ibarət 2 kitab mən buraxdım. Azərbaycan mühacirət mətbuatı bu 2-ci hissədir. 1-ci hissə isə yəqin ki, budur. Bu 2 kitab Azərbaycan mühacirət mətbuatına həsr olunmuş kitablardır. Düzdür, mühacirət mətbuatına bağlı bu kitablarda hər şeyin əhatə olduğunu da iddia etmirəm. Amma mümkün də deyil bu. Mümkün də deyil, amma əsas istiqamətləri, aparıcı qəzetlər, aparıcı dərgilər, aparıcı jurnallar haqqında geniş bilgilər var. Amma yəni siz məsələnin kökünü araşdırmışsınız. Bəli. Bir məsələ var. Kökünü deyəndə Azərbaycan mühacirət mətbuatı məsələsi deyən, kökü sözü məni apardı bir başqa yerə. Azərbaycan mühacirət mətbuatı haradan başlayır? Hansı mətbu orqandan başlayır? Sualı da çıxır ortaya, kökü deyəndə. Bəli, mənə maraqlıdır. Tamaşaçılarımıza da maraqlı olar. Məsələ burasındadır ki, Azərbaycan mühacirət mətbuatının bir çox araşdırıcıları Azərbaycan mühacirət mətbuatının Yeni Qafqaziya ilə başladığını iddia edirlər. İstanbulda 1923-cü ildə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə, redaktorluğu ilə nəşrə başlayan Yeni Qafqaziyanı götürürlər. Mən bunu qəti əleyhinəyəm. Niyə? Erməni vəhşiliyindən və cinayətlərindən xilas olmaq üçün 1918-ci ildəki hadisələr ki, baş vermişdi və ondan sonra da Sovet hakimiyyəti bolşeviklərin gəlməsindən əlaqədar çox sayda Azərbaycanlı ziyalılar ailələrini və özlərinin can güvənliyini təmin etmək üçün, təhlükəsizliyini təmin etmək üçün arazı keçib o tərəfə gediblər. Sonra müddətlə qayıdıblar. Mirzə Cəlil özü bunların arasında olub. Cəlil Məmmədquluzadə bunların arasında olub. Cəlil Məmmədquluzadə İrana mühacirət edib. İndi bəzən deyirlər ki, və haqlı olaraq deyirlər ki, Təbriz qədim Azərbaycan mədəniyyət mərkəzidir, Azərbaycan şəhəridir, onu mühacir hesab etmək olmaz. Amma biz mühacirətin tərifini deyəndə demişik ki, istənilən bir səbəbdən, siyasi, iqtisadi və sair səbəblərdən ölkənin sərhədini aşırsansa, sən mühacirsən. Bir. İkinci, Cəlil Məmmədquluzadə özü öz xatirələrində yazır ki, biz mühacirət etdik. Özü deyir ki, mən mühacir olmuşam, mühacirət etmişik. Digər tədqiqatçılar da olubdur ki, onun İrana keçməsi ilə bağlı yazanda yazıblar ki, Cəlil Məmmədquluzadə İrana mühacirət etdi ailəsi ilə bir yerdə. Başqa bir tərəfdən 1946-cı ildə Pişəvəri hökuməti hakimiyyətə gəldi, Azərbaycan Demokratik Respublikası yarandı. Şah o həmin dövləti qan içində boğduqdan sonra oradan çox sayda Azərbaycanda bura keçdi. Burada məskunlaşdılar. Onların adlarını bilirsiniz yəqin. Söhrəb Tahir və sairləri çoxları da Balaş Əzəroğlu və s. Onların bir təşkilatı vardı Kömürçü bazarın yanında. Mən xatırlayıram. İndi bilməm o təşkilat durur ya durmur. Üstünə yazdılar ki, İran mühacirləri təşkilatı, İran Azərbaycanlıları mühacirləri təşkilatı və Mirzə Cəlil də Azərbaycanlıdır. Buradan Təbrizə mühacirət edir, gedir, özünü də mühacir adlandırırsa, biz hansı səlahiyyətlə, ixtiyarla deməli ki, o mühacir deyil. Və gedir orada Molla Nəsrəddinin 8 nömrəsini buraxır. Bax, Azərbaycan mühacirət mətbuatının başlanğıcı Molla Nəsrəddinləndir. Molla Nəsrəddinin Təbrizə çıxan 8 nömrəsiləndir. Amma niyə mən məsələn bu mətbu orqanlarından bəhs eləyəndə həmin mühacirət mətbuatı cərgəsinə daxil etməmişəm. O da maraqlı sualdır. Çünki Azərbaycan mühacirət mətbuatı deyəndə biz istiqlal uğrunda ideoloji mübarizə aparan mətbu orqanlardan söhbət edirik. İstiqlal uğrunda ideoloji mübarizə aparanlar. Mirzə Cəlil istiqlal uğrunda mübarizə aparmayıb ki, Molla Nəsrəddin jurnalını. Xeyr. Ona görə də onlar o kənarda qalıb. Ona görə də Yeni Qafqaziya ilə başlayan istiqlal uğrunda mücadilə, mübarizə, ideoloji çarpışma, savaş məhz Azərbaycan mühacirət mətbuatının əsası kimi sayıla bilər. Yeni Qafqaziyadan sonra Azərtürk, sonra Odluyurt, sonra Bildiriş, sonra Berlində Qurtuluş, İstiqlal, daha sonra
Münxendə hər iki dildə çıxan, hər iki əlifbanın çıxan Azərbaycan, daha sonra 1952-ci ildə Ankarada nəşr olan Azərbaycan jurnalı, sonra Türk İzi, Türk Amazı, Türk Yolu, Mücahid dərgiləri və s. çoxlu sayda Azərbaycan müadilət nəşrləri olub ki, bunları Azərbaycan istiqlalı uğrunda mübarizə tarixinin salnaməsi adlandırma olar. Hətta bir Əhməd Qaraca olub, çox məşhur mühacir olub, Azərbaycan qəzetində və dərnəyində bir müddət rəhbər olub. Bu yazır ki, Azərbaycan jurnalı Azərbaycan istiqlal mübarizəsinin ensiklopediyasıdır. Jurnalı oxumaqla biz Azərbaycan istiqlal mücadiləsi tarixini, mübarizəsi tarixini izləyə bilərik. Bir məsələn deyim ki, Azərbaycan istiqlalçıları, Azərbaycan istiqlalı uğrunda mübarizə aparan bizim nəhəng şəxsiyyətlər Azərbaycan bolşeviklər işğal olunan günün ertəsindən bu imperiyanın çökəcəyinə, Sovet imperiyasının çökəcəyinə, yerində müstəqil Azərbaycan Respublikasının qurulacağına inanıblar və ümid ediblər. Onların 20-ci illərdən, 30-cu illərdən, 40, 50-ci, 60-cı illərdən və daha sonraki illərdən bütün yazılarında bu ruh hiss olunur. Hətta 1975-ci ildə, yəni Sovet İttifaqının ən yüksəliş dövrü hesab olunur da o, 1970 zirvəsi, pikidir. Necə ki, biz Çar Rusiyası dövründən danışanda deyirik ki, oradan sitat gətirir ki, Çar Rusiyası dövründə taxıl istehsalı bu qədər, polad istehsalı bu qədər, 1913-ü əsas götürür. 75-də də əsəri olub. Əsərdə onun bir əsəri var, Azərbaycan İstiqlal Mücadiləsi xatirələri. Belə başlayır, deyir, əlimə qaləm alıb, Azərbaycan İstiqlal Mücadiləsi xatirəsini yazmağa başlayanda sağdan və soldan mənə dedilər ki, sən fərqindəsənmi, hansı düşmənlərin oyuna girmir, hansı şeytanlarla oyuna girirsən? Ford Vladivostoka Brejnevin ayağına gəlir. Mən onlara cavab verdim ki, tarixin çox cilvələri və sürprizləri olmuşdur, yenə olacaqdır. Bu imperiya SSR nəzərdə durdu, çökəcək. O zaman Azərbaycan Respublikası müstəqil olacaq, müstəqillik qazanacaq və mən o müstəqil Azərbaycanın gənc vətəndaşları üçün yazıram ki, bilsinlər ki, babaları hansı yolu keçiblər. Və bu, bütün istiqlalçıların əsərlərində öz əksini tapıb. Məsələn, 1962-ci ildə, oktyabr ayının 19-da Ceyhun Hacıbəyli Parisdən Mustafa Vəkiloğlu'na məktub yazır. Ölümünə 3 gün qalıb. Oktyabrın 19-da yazır məktubu, oktyabrın 22-sində vəfat edir. Parisdə Senkulu qəbirstanlığında dəfn olunub. 3 gün qalır. Yazır ki, istiqlal uğrunda mübarizəni əzmlə və qətiyyətlə davam etdirmək üçün mühacirlərin birləşdirmək, bir təşkilat ətrafında birləşdirmək lazımdır. Buna əməl eləyin. Yəni, bunlar o qədər inanıblar ki, hətta SSR-nin belə deyirlər də, biraz çoğu ifadə edir, qılıncının dalı da qabağı kəsəndə belə, onlar qorxmadan bu ifadəni deyiblər. Argentinada 1962-ci ildə Buenos Airesdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü münasibəti ilə təşkil olunan təntənəli yığıncaqda SSR səfirliyi qarşısında Azərbaycan bayrağı qaldırılıb, 3 rəngli bayraq qaldırılıb. Yəni, bunlar hamısı Azərbaycan mətbuatında özü əksini tapırdı. Ona görə də Azərbaycan mətbuatının, mühacirət mətbuatını araşdırmaq, Azərbaycan istiqlal uğrunda mücadilə yolunu araşdırmaqdır, bilməkdir. Nə verir bizə? Əvvəla tariximizi bilirik. Məsələn, 1918-ci ildə ermənilər Bakıda Azərbaycanın bütün bölgələrində çox böyük cinayətlər, tarixi cinayətlər törədi. Bizim cənab prezident bir ifadə işlətmişdi Vətən müharibəsi dövründə ki, sanki buradan bir qəbilə keçmişdir. Həmin qəbilə, onların əcdadları elə 18-də də Azərbaycanı o günə qovurdular. 1918-ci il hadisələri haqqında Sovet dövründə bizə nə deyirlər? Deyirlər ki, bolşevizmə qarşı çıxan üsyançılara qarşı bu dava olub. Amma əslində elə deyildi. Əslində, bolşevik libasına bürünmüş daşnaqlar Azərbaycanlıları məhv edirlər. Nəyi məhv edirlər ilk növbədə? Təkcə cismani cəhətdən bəbələri, körpələri, qocaları, qadınları yox. Mədəniyyət evləri, məktəbləri, mədrəsələri. Yəni, bütün, necə ki, indi İrəvanda məhv ediblər o maddi mədəni abidələrimizi. O cürdə Bakıda o şəkildə başlayırdı, Gəncədə o şəkildə, Şamaxıda o şəkildə, Lənkəranda o şəkildə. Yəni, bunların vəhşiliyinin nə miqyası, nə həddi, hüdudu, sərhədi yox idi. Amma bu, harada öz əksini tapmışdı? Sovet dövrü tarixində yoxdur bu. Mühacirət mətbuatında var. Açın mühacirət mətbuatını 31 martla bağlı nə qədərsiz material var. Bu bir tərəfdən tariximizin öyrənilməsidir, istiqlal yolunun öyrənilməsidir. O bir tərəfdən də ki, millətin ən böyük sərvəti istiqlaldır. Gənc nəsil bilməlidir bu istiqlalın qədrini, qiymətini bilməlidir.
və ona uyğun öz həyat tərzini, düşüncə tərzini formalaşdırmalıdır. Ona görə də müalicət mətbuatında oxumaq lazımdır. Müalicət mətbuatı və ədəbiyyatı o qədər zəngindir ki, bunu bir Abid Tahirli, indi bizdə bu sahə ilə məşğul olan alimlər çoxdur və daha çox olması arzu olunur. Yəni onların yükü deyil. Bu illərin, 10 illərin yüküdür. Yəni çox zəngin bir ədəbiyyatdır, çox maraqlı bir ədəbiyyatdır, çox cazibəli, cəlb edici bir ədəbiyyatdır, mətbuatdır. Öyrənmək, araşdırmaq, təlqin eləmək, təşviq eləmək, təbliğ eləmək lazımdır. Mətbuatın böyüklüyü, nəhəngçiliyi ondadır. Çox bütün dövrlərin dilini də yaşadır. Güzgüsü kimin nə var ortalığa qoyur. İnşallah yəqin ki, yaradıcılığınızı davam elətdirirsiniz. Mən belə anlayıram. Valla bazarımız qədər. Bu səpkidə fəaliyyətiniz, yaradıcılığınız nə yerdədir? Mən indi sizin redaksiyaya gələndə, televiziyaya gələndə mənə elm və təhsil nəşriyyatından zəng vurdular. Dedilər ki, sizin növbəti monoqrafiyanız işinizi görüb, bu münasibətindən sizi təbrik edirəm. Abay Dağlının həyatı və yaradıcılığı adlı bir monoqrafiyadır. Mən də sizi təbrik edirəm. Təşəkkür edirəm. Abay Dağlı da Azərbaycan müalicət mətbuatı ilə bağlı çox araşdırmalar olub. Abay Dağlı bilirsiniz ki, təxəllüsdür, gizli imzadır. Çünki xaricdəki Azərbaycanlıları izləyirdilər, təqib edirdilər, təhdid edirdilər, öldürürdülər. Düyənginski olub, Fətəli Bəli Düyənginski. Münxendə öldürüb onu, Sovet xəfiyyəsi və mətbəxin şkafına yerləşdiriblər meyitini. Sonra bir müddətdən sonra qonşuların xəbərindən sonra polis gəlib xəbər tutub ki, öldürülüb. Yəni Azərbaycanlı mühacirlər bu baxımdan xaricdə də rahat olmayıblar. Maddi sıxıntılar olub, problemlər çox olub. Sovet kəşfiyyatı onlara rahatlıq verməyib. Mühacirətin öz problemləri, üstəgəl xəfiyyə, Sovet xəfiyyəsi də onların daim izləyiblər. Abay Dağlı da onlardan biri olub. Abay Dağlı əslən Şuşadandır. Azərbaycan mühacirət ədəbiyyatında dramaturgiya qolunun ən məhsuldar nümayəndəsi. 12 dramaturji əsəri var. 12 əsəri var, dramaturji əsəri var və eyni zamanda mətbuatında da, mühacirət mətbuatında çoxlu şeirlərlə, yazılarla çıxış edib. Yəni maraqlı bir şəxsiyyətdir Abay Dağlı. Abay Dağlı çox maraqlıdır. Mən belə anlayıram ki, siz artıq Azərbaycan mühacirət mətbuatının böyük şəxsiyyətlərini ortaya çıxarırsınız. Burada bir söhbət düşmüşkən Məhəmməd Altunbay da var. Məhəmməd Altunbay, kimdən danışsam, mühacirdən danışsam, eyni sözləri işlədəcəm. Yəni təkrar kimi çıxmasın bunlar, təkrar deyil, təkrirdir əslində. Bunların çox əzablı, əziyyətli, amma eyni zamanda çox şərəfli həyatlar olub. Bu Altunbay öz gözləri ilə, bu memar yazıb bunun, Hürriyyətə Uçan Türk adlı bir memar yazıb. Çoxlu əsərlər var. Bir kino filmin üstündə ssenari 501-ci Hücrə adlı bir filmi də var. YouTube-da var. Əgər maraqlanan olsa baxa bilər. Hansı filmi deyirsiniz? Deməli, ilk dəfə olaraq orada Azərbaycan bayrağı göstərilib. Həmin filmdir. O da var orada, bəli. Bəli, çünki ilk Azərbaycan himni və bizim üç rəngli bayrağımız həmin filmdə işıqlandırılır. Həmin əsərin ssenarisi Altunbay tərəfindən yazılıb. Məhəmməd Altunbay. Altunbay adını da oğlunun deməsinə görə Türkiyənin baş naziri verib ona. O vaxt 30-cu illərdə familiyayla, soyadla bağlı islahat keçiriləndə. Niyə verib o adı ona? Çünki Altunbay peşə etibarından pilot olub. Leninqradda hərbi akademiyanı qutarıb, pilot olub, hərbi təyyarəçi olub. Amma bu ailədə Sovet rejimi ilə bağlı, bunların başına o qədər faciələr gətirilib ki, atasıyla bağlı, ətrafından bağlı, bu rejimi cəhənnəm adlandırırdı. Əsərində də var. Cəhənnəm adlandırırdı və ilk fürsətdən xaricə qaçmaq istəyirdi. Heç bir təşəbbüs göstərib qaça bilməyib. Axırda öz 2 nəfər yoldaşıyla bir yerdə o bir təyyarə ilə Türkiyə istiqamət götürüb, yolda təyyarə qəzaya uğrayıb və məcburi eniş ediblər İrana. Almaz İldırım kimi, digər çox sayda bizim soydaşlarımız kimi İrana qaçan, İrandan Türkiyəyə keçmək istəyən həmvətənlərimiz orada gülçəklə qarşılanmayıb, zindanla qarşılanıb. Özdə elə-belə sadə, adi zindan yox. Suya qədər, boğaza qədər su doldurmuş zindanlara. Bunu da salıblar, işgəncə veriblər. O birisi yoldaşın gülləliyiblər və nəhayət Altunbay Türkiyəyə qaçmağa müvəffəq olub. Türkiyəyə qaçandan sonra o orada Türkiyədə
hərbi təyyarələrin sınağında iştirak edib. Təsəvvür edirsiniz, hərbi təyyarələrin sınağı üçün onu işə cəlb ediblər. Qısa müddətdə özünü doğruldu. Türkiyə təyyarəçilik tarixində bir ilkə də imza atıb. Türkiyədə ilk özəl avia şirkəti yaradan Altunbay olub, Məhəmməd Altunbay olub. Bunlar bir tərəfə hürriyyətə uçan Türk kimi gözəl bir memar qoyub. O memar, bayaq mən sizə dedim, əslində Azərbaycan tarixinin bir hissəsidir. Xalq Cümhuriyyəti dövründən sonraki olan bir dövr, ondan əvvəlki bir dövr və ondan sonraki bir dövr də orada öz əksini tapıb. Yəni, ermənilərin Gəncədə törətdiyi qətliamlar, vəhşiliklər, təsəvvür edin ki, orada elə səhnələr var ki, yəni o səhnələrin birini oxumaqla, birinə tanış olmaqla ermənilər haqqında, ermənilərin vəhşiliyi, xisləti haqqında yüzlərlə mənbələr var da. Bəli. Orada birini oxumaqla o təəssürat yaranacaq ki, bu erməni kimdir? Deməli, evində çörək yediyi, bəslənildiyi, yer yataq verildiyi erməni Rus əsgərləri ki, gəlir, Gəncəyə girir, tamam dəyişir. Olur ağa erməni. Hətta evin sahibəsinə təhqir eləyir. Halbuki qulluğunda durur da. Evin sahibini söyür, Quranı yandırır. Yəni, bu qədər dönüklük, bu qədər satqınlıq, bu qədər xəyanət bəşər övladı üçün xarakter deyil. Deməli, olar bəşər övladı deyil. Ermənin xisləti deməli budur. Bəli, budur. Yəni, bunlar Altunbayın əsərində hürriyyətə uçan Türk, ilk Türk ki, bu kommunizm cəhənnəmindən xalqlar, indi deyirlər, o vaxt dostluğu ölkəsindən, əslində dırnaq arasındadır. O, ilk təşəbbüslərdən bulunanlardan biri olub və onun qələmə aldığı hürriyyətə uçan Türk əsəri də özü vəfat eləyəndən bir müddət sonra onun xanımı Məlahət xanım onu bir balaca əl gəzdirir, belə müasir dilində desək, redaktə edir və Türkiyədə çap etdirir. Sonra Azərbaycanda da çap olunub bir versiyası onun, bir uyğunlaşdırılmış versiyası, düzdür, qaynət bəxş deyil, kifayət qədər peşəkarlıqla tərcümə olunmuyub deməyək, eyni dildə. Sadəcə olaraq uyğunlaşdırılmayıb bizim dilə. Ona görə də qüsurları həddən artıq çoxdur. Arzu olunur ki, o kitab təzdən və təkrarən Azərbaycanda çap olunsun. Yəni, bu cür əsərlər çoxdur. İndi növbəti monoqrafiyam mənim olacaq Nağı Şeyx Samanlı ilə bağlı. O qədər Nağı Şeyx Samanlı haqqında gizli, asılmamış qatlar var ki, elə biləm ki, o da çox böyük maraqlı olacaq. Əvvələ, məsələn, o imzası Nağı Keykurun yazırdı. Keyqubat, Keyxosrov eşitmişik. Keykurun nədir? Məlum deyil. Mənə məlumdur. İzləyənlər, maraqlananlar yəqin monoqrafiyadan oxuyacaqlar, biləcəklər ki, Keykurun nəymiş və onu çox maraqlı, ziddiyyətli bir həyat yolu olub. Bu, indiki bizim Dövlət Təhlükəsizlik Xidmətinin, sələfinin, əvvəlki Xalq Cümhuriyyəti dövründəki idarənin, təşkilatının rəhbəri olub. Yəni, o Xalq Cümhuriyyəti qurucularının silahdaşı olub. Amma Türkiyə mühazirət edəndən sonra bir qrupla bir yerdə Şəfi bəy Rüstəmbəyli olub orada, Fuad Əmirzan olub, Nağı Şeyx Samanlı olub, Xəlil Xasım Əhməd olub və digərləri olub. Bunlarla bir qrup şəklində o mühazirəti parçalayıblar istiqamətə. Və əsərin adını qoyub, biz və onlar. 34-cü ildə yazıb, biz və onlar. Biz kimdir? Bizik. Yəni, Nağı Şeyx Samanlı və onun tərəfdarları Azərbaycan istiqlalı uğrunda ağlı mübariz, mücahid. Bəs onlar kimdir? Onlar Rəsulzadədir, Mirzə Bala Məhəmmədzadədir, Azərbaycan Xalq Cümhuriyyətinin digər liderləridir, digər üzvləridir ki, onlar da onların arxasına gedir. Bunların aslında elə bir sədd çəkirlər ki, Nağı Şeyx Samanlı o əsərində elə bir təhqiramiz ifadələr yol verir ki, Rəsulzadə və onun silahdaşlarla bağlı. Adam oxuyur və heyrətə gəlir. Niyə? Nədə ittiham edirdi? O da monoqrafiyada yazılıbdır. Amma 30 il sonra 1964-cü ildə Azərbaycan İstiqlal Mücadələsi Xatirələri kitabında oxuyanda Nağı Şeyx Samanlı nə qədər peşmançılıq hisslərini keçirdiyi aydın olur. O Rəsulzadəni və onun silahdaşlarının ünvanına o ittihamları ki, o irəli sürürdü. O çox peşman olduğunu orada yazır və üstəgəl başqa bir əsərlə dərdləşmə. Yəni, öz-özünə dərdləşir ki, mən orada çox böyük səhv eləmişəm, 30-cu illərdə olan ünvanına bu sözləri demişəm. Fuad Əmirzan da o şəkildə yazıb. Ümumiyyətlə, Rəsulzadəyə qarşı çıxanlar
bir müddət keçəndən sonra o hərəkətlərindən çox peşman olurlar. Məsələn, Fuad Əmirzan yazırdı ki, mən dünyanın bir çox ölkələrində oldum. Azərbaycan istiqlalı uğrunda mücadilə aparanlarla tanış oldum. Bu işdə sona qədər əqidəsini dəyişmədən ardıcıl mübarizə aparan tək Rəsulzadəni gördüm. Amma halbuki özü onu ittiham edənlərdən biri idi. Yəni bu maraqlı bir mövzudur. Nağı Şeyx Zamanının həyatı və yaradıcılığı maraqlı bir şəxsiyyət olub, tarixi şəxsiyyət olub, mübariz olub. Bunların hamısı əslində bax Avropa cəbhəsi olub, sonra Türkiyədə iki yerə bölünüblər, müxtəlif istiqamətlərdə bunlar mücadilə aparıblar. Amma onların amalı bir olub, əqidəsi, məsləyi bir olub. Azərbaycanın istiqlalı. Yolları, taktikaları bir balaca görürsünüz ki, harısı düz gəlməyib. Amma hamısı vətən aşıqları. Bəli, son məqsədləri Azərbaycanın istiqlalı uğrunda mübarizə olub, mücadilə olub. Və bütün çətinliklərə rəğmən, bütün məhrumiyyətlərə, işgəncələrə, təqiblərə, təhdidlərə, edamlara baxmayaraq sona qədər, son nəfəslərinə qədər bu işi davam etdiriblər. Ruhları şad olsun deyək. Bu müsahibə səhv eləmirəmsə... İnanın ki, mən tam səmimi deyirəm, məni kövrəltdiniz. Mənim də qarşımda bugün bu vətən aşıqlarını, Azərbaycanın istiqlalı uğrunda canından keçən, bütün onlar şəxsi həyatlarını, xoşbəxtliklərini, ümummilli mübarizəyə həsr ediblər. Yəni, həyatlarını bu yolda qurban veriblər. O insanların bugün ictimaiyyətə, xalqımıza tanıdılması üçün, nəinki xalqımıza, böyük türk dünyasına tanıdılması üçün sizin kimin bir elm insanının iş görməsi, sonra o işləri, monoqrafiyaları, əsərləri ictimaiyyətə təqdim etməsi, onların o elmi, fundamental mərkəzdə formalaşdırılması doğrudan da, bax, bu özü də bir vətəndaşlıqdır. Bu məndə inanın ki, siz danışdıqca mən daxildən kövrəlirdim ki, nə yaxşı, bax, belə insanlar var, yazırlar, yaradırlar. Bugün cəmiyyətdə ziyalı yazan, xalq üçün canını pərvanə kimi qurban verən insan nə olacaq? Ancaq vətənə xidmət. Yəni, Azərbaycanı siz deyən kimi bir əsr sonra, illər sonra açılacaq bir tarixi olacaq və bugün necə Azərbaycan mətbuatının 150 illiyini deyirik, vaxt olacaq 200 illiyi olacaq, 300 illiyi olacaq, yarım əsrlik olacaq. Bax, onda da sizin yazdıqlarınız, sizin kimin Abid Tahirlilərin yazdıqları ortada olacaqdır. Şəmal xanım, dəyərinizə və diqqətinizə görə çox minnətdaram. Bizim söhbətin əvvəlində siz bir sual verdiniz ki, necə oldu mühacirət mətbuatını araşdırmağa başladınız? Mənim ümumiyyətlə heç bir təmənnasız, sırf qəlbdən, sərdən, vicdandan bir səs gəlib, o səsin işıqla, ünvanla getmişəm. Və mən 88-ci ildən başlayaraq xaricdə yaşayan Azərbaycanlıların fəaliyyəti ilə müntəzəm məşğul olmuş, onların çap etdikləri kitabları, dərgiləri, qəzetləri çamadan daşımışam. Evimdə mənim böyük bir arxivim var. Böyük bir arxivim var və mən onları taleyin ixtiyarına buraxmaq istəmədim. Ona görə də bu kitablar ərsəyə gəldi. Və çox maraqlıdır ki, bilmirəm, siz bilərəkdən ya bilmərəkdən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının il dönümü ərəfəsinə salmışsınız bu verilişi. Mən ona görə də çox... Bəli, 28 may doğrudan da bizim İstiqlal bayrağımız. Bəli, ruhları şad olsun. O yolda həlak olanların, mübarizə aparanların, mücadilə aparanların, öz həyatlarını qurban verənlərin, bütün şəhidlərimizin ruhları şad olsun ki, Azərbaycan istiqlalına qovuşub, bugün müstəqildir, böyük zəfərin altına imzasını atıb. Yəni, yəqin hiss elədiniz ki, mən deyəndə ki, xarici ölkələrdən, mən Avropa ölkələrinin əksəriyyətini gəzmişəm və çoxlu sayda konferanslarda, simpoziumlarda, tədbirlərdə, televiziyada çıxışım olubdur. Ermənilərlə də müəyyən, deyək ki, polemikamız, diskusiyamız olub bizim. Amma inanın ki, hər dəfə həm onların baxışından, axı sən məğlubsan, haqqın yoxdur danışmağa. Həm də içimdə, axı mən məğlubam. Haqqın varmı danışmağa? Olub bu. İnanırsınız ona. Amma bugün 7-dən yuxarı hamının başı dikdir, alnı açıqdır. Bəli, doğrudur. Ceyhun Hacıbəylinin bir məqaləsi yadıma düşür. 50-ci illərdə qələm alıb, təsəvvür edin, 50-ci illərdə
Bir millətin namusu. Yazın adam şeir. Bir millətin namusu. Deyir ki, Avropa küçələrində başımız aşağı gəzirdik. Ki, biz istiqlalı qurban verdik. İstiqlalı qoruya bilmədik. Mübarizə apara bilmədik. Üsyan etmədik. Gəncə üsyanından sonra, bilirsiniz də, Bəli. bir aydan sonra Gəncə üsyanı olur. Bolşeviklər hakimiyyətə gələndən sonra. Gəncə üsyanından sonra artıq Avropada dik gətirik. Yəni biz mübariz xalqı. Sözümüzü deməyi bacarıq. Bəli, istiqlalla mübarizə aparırıq və qələbə çalacağıq. İndi o 50-ci illərdə bir Gəncə üsyanında, təkcə Gəncə üsyanı olmayıbdı. Bilirsiniz, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Zaqatalada hər yerdə üsyanlar baş alıb gedir. 60 mindən çox adam qırılıb. 10 min təkcə bolşeviklər Gəncədə qırıblar. O hələ istiqlal olmaya, Sovetin əsri altında ola deyirdi ki, o üsyana görə biz başımızı dik tutub gəzirik Avropada. İndi biz Avropada necə gəzməliyik? Zəfər qazanmışıq. 200 ildə olmayan bir tarixi hadisə olub. Yəni, Azərbaycan öz torpaqlarını, əzəli və əbədi torpaqlarını əzəli və əbədi düşmənindən xilas edib. Düşmən tapdığından xilas edib. Bu qızıl ərdən yazılıb artıq Azərbaycan tarixinə. Ona görə də, bax, mən yenə qayıdıram, bunların hamısı ayrı-ayrı hadisələrdir, amma bunların hamısını bir yerə toplayanda, bir yerdə tədqiq eləyəndə artıq Azərbaycan tarixi yaranır. Azərbaycan tarixi yazılır. Tarixi də yazan mətbuatdır. Tamamilə doğrudur. Abid mənim, çox sağ olun. Sizin bu zəngin yaradıcılığınızda mən sizə böyük uğurları əldə edirsiniz və arzu eləyərdim bu uğurlarınız xalqımızın hafizəsində, tarixində, mənəviyyatımızda bir məbəd kimi hər zaman oxunsun, müraciət olunsun. Çünki ədəbiyyatımız, mətbuatımız özü müqəddəs məbəddir, yazılı məbədimizdir. Biz onu oxumalıyıq, öyrənməliyik hər zaman. Siz deyən kimi nəsillərə aparırıq biz bu yolu. Və bu yol müqəddəs yoldur. İndi hazırda Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan müasir ədəbiyyatı şöbəsi var və çox da fəal işləyir. O işdə müəyyən ədəbiyyat istiqamətində işlər görülür. Amma mətbuatla bağlı təəssüf ki, o söz demək olmur. Yəni, mətbuatla bağlı Azərbaycan müasir mətbuatının kompleks, dərindən, əhatəli tədqiq olunması, dəyərləndirilməsi işi ancaq sistemsiz və bizim arzu və istəklərimizlə həyata keçirir. Yəni, siz deyən kimi bir mərkəz yoxdur ki, onu istiqamətləndirsin, maliyyələşdirsin. Məsələn, o mətbuat orqanlarının toplamaq üçün, bir dəqiqə Avropadan toplamaq üçün külli miqdarda maliyyə vəsaiti lazımdır ki, bir nəfər getsin Almaniyaya, bir şəhərdə olub, 5 şəhərdə olub, biri getsin İsveçdə olub, İngiltərədə olub, Fransada da var. Fransada da Dədə Qorqud adlı jurnal çıxırdı. Ana. Yoxdur. Ona görə bunları axtarmaq, aramaq, toplamaq özü həm böyük fədakarlıq istəyir, həm də böyük maliyyə vəsaiti istəyir. Amma mən bu bayram ərəfəsində böyük ruhla yenə də deyərdim ki, yəqin ki, bunlar da olacaq. İnşallah, ümid eləyirik. Necə ki, onlar ümid edirlər ki, istiqlal olacaq. Nə qədər ki, ümid ölməyib, inanmaq olar. Əlbəttə olacaq, şübhəsiz. Çox sağ olun, əziz tamaşaçılar. Bugünkü verilişimiz başa çatdı. Verilişimiz Azərbaycan mətbuatının 150 illik yubileyinə həsr olunmuşdu. Müsahibim filologiya elmləri doktoru, professor Abid Tahirli idi. Sağ olun, sağlıqla qalın.